Herkese salam olsun dostlar. Deməli, dünənləri bizi Alman biri ad gününə dəvət eləmişdi evinə. Və bizə başqa heç bir şey deməmişdi ki, ya mənə bunu al gətir, ya bunu gətirərsən falan filan, heç nə. Biz də nə elədik? Hədiyyəmizi aldıq, çıxdıq, getdik. Çünki heç bir fikrimiz yox idi ki, Almaniyada Almanlar ad günlərini necə qeyd edirlər. Deməli, bu necəymiş uşaqlar? Diqqətlə qulaq asın. Ad günü sahibi bir dənə list hazırlayır gələcək qonaqlar üçün. Və həmin listdəki özünə nə istəyir almaq, ora yazır. Və bütün gələcək qonaqların hamısına listi bir-bir göndərir ki, məsələn, sən bunu al, o birisi bunu alsın, bu birisi bunu alsın, listdəki hədiyyələri gələcək olan insanların arasında bölüşdürür. Və onlar da təbii ki, onu almaq məcburiyyətinə də gələcəksən. Və ondan əlavə olaraq da gəlməmişdən qabaq nə pişirib gətirəcəksən, onu bəlli eləməlisən. Məsələn, mən kartof, nə bilim, salatı pişirəcəm, düzəldəcəm. O birisi, nə bilim, mən başqa bir şey düzəldəcək. Bu birisi başqa bir şey düzəldəcək. Hamı nəsə pişirib gətirmək məcburiyyətindədir. Və hamı da gətirdi. Deməli, hədiyyələrini də aldılar, gətirdilər. Yeməklərini də hər öz konteynerlərinə yığdı, qəşəng gətirdi. Ev sahibi, yəni ad günü sahibi sadəcə olaraq bir-iki dənə belə atışdırmalıq şey qoymuşdu masaya. Başqa heç nə. Hamı yeməkləri çıxartdı, qoydu masanın üstünə. Hamısı oradan buradan bir damcı nəsə atışdırdı. Geri qalan yeməkləri də yığdılar öz konteynerlərinə, götürdülər, apardılar evlərinə. Təsəvvür edirsiniz, necədir belə ad günü sizin üçün? Ən hasant, ən rahat, heç bir şey eləmirsən. Onu gətirərsən, bunu gətirərsən, deyirsən cəmaata, oturursan öz üçün şellənirsən. Sizcə belə ad günü Azərbaycanda olsaydı necə olardı? Həm də ki, sizcə necə məntiqlidirmi, məntiqli deyilmi? Onu kommentariyalarda görüşərik.